Hamıya salam dostlar. Salam. Biz bugün ilk kofedəyik və ilk kofedə ilk podkastımı çəkmək istəyirəm. Başlayaq. Əslində bu bir podkast deyil, bu daha çox kofe söhbətidir. İstəyirəm ki, maraqlı kofe date etmiş olaq. İlk qonaq mənəm. İlk qonağım Tamara. Ən yaxın dostu. Tamara developerdır. Mən UX UI designer və biraz söhbət eləmək istəyirik ki, bu sahəyə necə gəldik, proses necə davam edir. Maraqlıdırsa izləmədə qal. Gələk ilk klassik sualımıza. Niyə developer oldun? Əslində çox ani oldu mənim developer olmağım. Mən həm magistr təhsil alırdım, həm də işləyirdim. İşləyən zamanda mesaj gəldi mənə ki, Təhsil Naziri tərəfindən tələbələr üçün bir şans yaradılıb. Tam təqaüdü təhsil Kod Akademiyada təmin olunur, əgər imtahandan uğurla keçsəm. Mən də müraciət elədim. Sağ olsun oranın əməkdaşları daha doğrusu mənə kömək elədilər. Mən keçə bilməmişdim qeydiyyatdan. Onlar kömək elədilər və qeydiyyatdan keçdim. Və getdim imtahana. İmtahandan da uğurlu oldum. Sonra qəbul oldum və təhsilimi elə aldım. Və düşündüm ki, bugünə qədər mən nəyə görə bu sahəni seçməmişəm və xəbərdar olmamışam. Daha doğrusu xəbərim var idi, amma nədənsə getməmişdim. Ona görə belə anidən oldu və çox xoşbəxtəm ki, bu sahəni seçdim. Gec də olsa. Gec deyil, heç nə üçün, amma yenə də. Gözəl. Bəs sən niyə UX UI dizayner oldun? Nə səni vadar elədi? Niyə UX UI dizayner oldum? Mən reabilitasiya sahəsindən bu sahəyə keçid almışam və reabilitasiya sahəsində daha çox fiziki iş görürdüm. Trener idim, pilates trener Üzr idim say sözünü əvvəllər. kəsirəm. Çox uğurlu idi bu arada. Daha sonra UX UI dizayner olmağa əslində proqramlaşdırma ilə başladım. Mən Kod Akademiyaya getdim və orada proqramlaşdırma ilə maraqlananda imtahan verdim. Daha sonrasında biraz özüm çalışdım ki, öyrənim. Özüm YouTube-dan, Udemy-dən dərslər aldım proqramlaşdırmaya görə. Bir yerə qədər getdim, özüm öyrəndim, amma gördüm ki, yox. Mən depressiyaya düşmək istəmirəm və ekstra ağır gəldi proqramlaşdırma mənə. Dedim ki, yox, mən daha çox yaradıcı ruhluyam, daha çox əyləncəli biriyəm və sosial biriyəm. Həm sosial olum, həm maraqlı dizaynlar yaradam və ortaya yaxşı işlər çıxardım. Və əvvəl elə düşünürdüm ki, dizayn sahəsində ancaq nəyisə çəkməlisən və ortaya çıxarmalısan. Amma gördüm ki, dizayn elə deyilmiş. Müəllimim demiş, buradan ona da salamlar. Rəssam olmaq demək deyil. Burada sən mühəndis kimi düşünürsən, mühəndis olursan və ortaya dizayn yaradıb çıxardırsan və tək dizayn Figma-da dizayn etmək yox, bunun UX prosesində müştərilərlə müsahibələr, intervyular və bir çox mərhələsi var ki, bunları edirsən, son prosesdə artıq dizayn prosesinə keçmiş olursan. Ona görə biraz dərin mövzudur. Bunları sonra ətraflı danışarıq. Mən reabilitasiya sahəsindən sonra yenə davamlı olaraq işlərlə məşğul olurdum. Sales sahəsinə də addım atdım. Saleslə bağlı da təcrübələrim oldu və daha sonra başa düşdüm UX-ə gəldikdən sonra sales-in də UX-ə əlaqəsi var. UX-də artıq başa düşürsən satış necə lazımdır, olmalıdır, müştəri ilə danışıq necə olmalıdır. Müştərini necə cəlb etmək olar? Ona görə UX UI dizayner olanda bilmirdim ki, bu şeylər də var, ancaq dizayn olacaq deyə düşünürdüm, amma oxuduqdan sonra bunların belə olmadığını başa düşdüm. Belə. Əla. Növbəti sualımızı istəyirəm verim. İşlə sən həm işləyirdin, həm magistr oxuyurdun və yanaşı developer olmaq istədiyin üçün artıq dərslərə başlamışdın. Bu proses səndə necə oldu? Hansı çətinliklərlə qarşılaşdın?
Bunları bizə biraz izah elə ki, bəlkə buradan developer olmaq istəyənlərə də motivasiya vermiş olarıq. Çox çətin idi. Ağladığım günləri bilirəm. Doğrudan çox çətin idi, amma bacardım. Diplomumu da aldım. Bəzən deyirlər ki, 3 ay çox qısa müddətdir. Heç nə öyrənə bilmərsən, elə developer ola bilməzsən. Amma mən buna qarşıyam. İnsan istəyirsə müddəti də özü təyin eləyir. Hansı müddətdə nəyi istəyirsə, onu tez bir o müddətdə öyrənə bilər. Və burada mənim ən böyük köməkçim təbii ki, müəllimlərim idi. Onlar olmasaydı mən inanmıram bacara bilərdim deyə. Sağ olsun yenə deyirəm, Təhsil Naziri bizə çox böyük şərait yaratdı. Mən magistrumun son təhsil ilində idim. Praktika dövründə mənə güzəşt yaratmışdılar və güzəşt dövründən istifadə elədim. Praktikamı Kod Akademiyada təhsil almaqla davam elətdirmişdim. Elə bitirdim. Həm də işləyirdim, oradan çıxıb axşam işə gedirdim. Amma çatdırırdım. İşdə kodumu yazırdım. Evdə də 1 saat, 2 saat ola bilirdim. O müddət ərzində də oturub ancaq kod yazırdım. Yəni belə. Dərsdə də saat 8-dən 1-ə kimi olurduq. Səhər saat 8-dən 1-ə kimi. Kompüterlə ancaq kod iş yazırdıq, kod işləyirdik. Çətin idi, çox çətin idi, amma insan qarşısına məqsəd qoyanda, yəni mən düşünmürəm ki, bacara bilməyəcək nəsə olsun. Amma yəni biraz da inkişaf etdirmək üçün hələ də lazımdır ki, Mütləq. başqa resurslardan istifadə edəsən. Mütləq. Dayanmaq olmaz bu sahədə. Mütləq. Təkcə dərsə getməklə heç nə alınmır. Ümumiyyətlə mən düşünürəm ki, hər bir sahədə təkcə gedib sən təhsil alırsansa, kurs götürürsənsə, oradakı ilə tamamlanmır heç nə. Sən mütləq şəkildə kənarda kurs bitəndən sonra gedib öz üstündə işləməlisən. Əgər onu bilmək, öyrənmək istəyirsənsə. Eynən qatılıram. Yaxşı. Mən danışdım, dedim, dərdimi izah elədim. Sən hansı çətinliklərlə üzləşmisən? Yuxusuz günlərim yadıma düşür. Təbii ki, hər dizaynerin olduğu kimi məndə də ümumiyyətlə Kod Akademiyanı bitirən bütün tələbələrə aiddir məncə bu. Yuxusuz gecələr adlı taskımız da olurdu bizim həmişə. Müəllim taskların adını verəndə belə maraqlı başlıqlar qoyurdu. Belə deyim, mən bu sahədə ardıcıl 2 dəfə təhsil almışam yüksək ayda. Necə oldu? İlk təhsil aldığımda mənim həftə içi hər gün dərsim olurdu. 4 gün dərs, 5-ci günlər lab day olurdu bizdə. Və hər gün axşam işdən sonra gedirdim kursa. 7-dən 10-a qədər dərsdə olurdum. Daha sonrasında növbəti günün taskı verilirdi və evə getdikdən sonra bütün gecəni oyaq qalırdım ki, sabahın taskını hazırlayıb verim. Və düşünün ki, kompüterdən sadəcə Netflix, YouTube vasitəsilə kinoya baxan bir insan idim. Yəni kompüterdən çox az istifadə edən biri olaraq bu qədər ağır proqramı öyrənmək mənim üçün həqiqətən həm psixoloji olaraq ağır oldu, həm fiziki olaraq artıq çatdıra bilmirdim. Ən sonunda burnout oldum və çox ağır idi, texniki cəhətdən ağır idi. Bu proqramı öyrənmək, qavramaq cəhətdən də məndə zəif oldu birinci dəfə. Daha sonra özümü təkmilləşdirmək üçün növbəti təhsili yüksəkdə davam etdim və növbəti proqramın başlamağını bir 6 ay gözlətdikdən sonra yenə Kod Akademiyada elə təhsilimə davam elədim. İkinci təhsili də yenə orada oxudum. Amma bu dəfə daha yaxşı idi. Baza var idi. Qavramaq üçün də artıq vaxt olaraq həftə içi günlərini, saatlarını yox, həftə sonu 6 bazar qrupunu seçmişdim ki, mənə həm öyrənmə baxımından, həm vaxt baxımından rahat olsun. Bu daha uğurlu alındı. Belə deyərdim ki, əgər oxumaq istəyirsinizsə, ya iş olmamalıdır, fokusunuzu full verməlisiniz dərsinizə, ya da ki, Yoxsa çox çətin olur. ya da ki, qarşınızdadır. nümunəsi bizik ki, çox çətin olur doğrudan da və ən sonda siz istəməsəniz belə bədəniniz burnout olur və dayana bilmirsiniz.
sağlamlığınız da gedir. Belə. Mənimki getmişdi. Stressdən mənimki getmişdi yəni. Belə başqa demək istədiyin bir şey varsa əlavə edə Məncə bilərsən. hər şey danışdıq. Bəli. Part 2-ni gözləyin deyək. Part 2-ni gözləyin. Və aşağıda daha çox nəyləri eşitmək istəyirsiniz, nəydən danışaq, bunları yaza bilərsiniz kommentlərdə və bizim növbəti podkastımız və növbəti qonağımız fərqli ola bilər. Ona görə save edin, repost edin və like etməyi unutmayın. Sağ olun.